Salam dəyərli müəllimlər, izləyicilər, hər vaxtınız xeyirli olsun. 30 may tarixində Elm və Təhsil Nazirliyinin sertifikasiya imtahanı üçün müxtəlif fənlərdən sınaq imtahanı onlayn formatda keçirildi və mən bu videoda sizə keçirilən sınaqlardan informatika ixtisasına düşən 10 kurikulum sualının izahını verəcəm. Ee, Bəli, bu sınaqda kurikulumdakı yeni dəyişikliyin, yeniliyin biz eyni zamanda xəbərdarı olduq. Siz də bu yenilik haqqında məlumatlı olmaq istəyirsinizsə, videonu sona qədər izləyin ki, bir sualınız imtahanda mütləq ki, bundan bağlı olacaq. O bir sualı itirməyəsiniz. İnformatiklərdən daha çox bu gün mən sual almışdım. Təsəvvür edin, sınavdan sonra bir 500-dən çox mesaj gəlmişdi şəxsidə. Təbii ki, hamı, müəllim burada niyə bunu götürüblər, bu niyə belədir? O 500 neçə mesajın 300-dən çoxu informatika müəllimlərindən idi. Dedim, qoy elə ümumilikdə bir dənə izah çəkim. Hamıya hər şey burada detallı, dəqiq, aydın olsun. Baxın müəllimlər, başlayaq birinci sualımızdan. Qələmimizi götürək. Deyir müəllim, dərsdə verilənlərin təqdimatı, vizuallaşdırılması mövzusunu izah etdikdən sonra, baxın, mövzu verilənlərin təqdimatı, vizuallaşdırılması. Misal üçün bir slayd hazırlamaq kimi. Şagirdlərə belə bir tapşırıq verir. Məlumatların vizual təqdimatı ilə bağlı bir layihə hazırlayın. İstəsəz Excel və ya Google Sheets-də diaqram qurun. Canva ilə infoqrafika hazırlayın. Təqdimat, PowerPoint və ya Google Slides yaradın və ya məlumatların təqdimatı mövzusunda qısa videoçaq hazırlayın. Tapşırığın formasını siz seçin. Hansını istəsəz, PowerPoint mi olacaq, Canva mı olacaq, Excel mi olacaq, o artıq sizin öz öhdəliyinizə qalıbdır. Müəllimin tapşırığı bu cür verməsində əsas məqsəd nədən ibarətdir? Müəllimlər, bu videoları müxtəlif ixtisaslar üzrə digər videolarımda kanalıma keçid edib, eyni zamanda kimya, fizika, biologiya, coğrafiyadakı sertifikasiyanın 10 suallarının ən dəqiq, konkret, aydın izahları ilə, ən düzgün formada olan izahlarla tanış ola bilərsiniz və əməyə qarşılıq olaraq bəyəndinizsə əgər, bəyənmə tuşuna basıb, rəylərinizi, fikirlərinizi bölüşüb videonun daha da aktivləşməsinə, kanalın fəallaşmasına, digərlərinin də daha çox insanın qarşısına çıxmasına vəsilə ola bilərsiniz. Çünki 2 ildir təqribən, hardasa 3-cü ilə yaxınlaşır. Mən YouTube kanalımın fəaliyyətini demək olar dayandırmışam. Artıq aktivləşdirmək qərarına gəldim. Bu qədər passivlik yetər. Hardasa 2-3 il bundan əvvəl kurikulum yazanda 3-4 müəllimin izahı çıxırdı. Onlardan da biri mənim izahım idi. Ümumiyyətlə kurikulum haqqında ilk dəfə elektron lövhədə izah verən, ilk dəfə slayd üzərində görüntülərlə, rəngli animasiyalarla, vizual olaraq izah verən məhz mənim kanalım olub. Amma təəssüflər olsun ki, son 2 ildə müəyyən şəxsi səbəblərdən mən kanala videoları yükləmədim, kanal aktivliyini dayandırdı, fəallığını dayandırdı. İndi sizdən ricam yenidən bu kanalımızın əvvəlki vəziyyətinə qayıtmağında mənə dəstək olasınız. Paylaşın videoları müəllimlərlə, aktiv olun, bəyənin videoları, rəyləri yazın, abunə deyilsinizsə abunə olun ki, bir yerdə kanalımızı əvvəlki fəaliyyətinə yenidən qaytaraq. Qısa anonsdan sonra gəlin keçək izaha. Mən bu videoları hər kəsə açıq qoyacağam kanalda. Təkcə öz qrupum üçün deyil bu izahlar. Hamı ilə paylaşa bilərsiniz. Hər kəslə paylaşıb hər yerdə bölüşə bilərsiniz. Qoy hamı faydalansın. Nə paxıllıqdır. Müəllim istəyir ki, şagirdlər yalnız diaqramlarla işləməyi öyrənsin. Çünki bu informatikanın əsas bacarığıdır. Birincisi, informatikanın əsas məqsədi, əsas bacarığı diaqramlarla işləmək deyil. İkincisi isə müəllim təkcə diaqram tapşırığı verməyibdi. Orada PowerPoint-dən, Canva-dan, yəni orada müəyyən poster hazırlaya bilərlər, afişa hazırlaya bilərlər, slayd şəklində səhifələr, təqdimatlar hazırlaya bilərlər. Axı müəllim gedin təkcə diaqram hazırlayın deməyibdi uşaqlara. Ona görə bunu götürmürəm. Müəllim bu yanaşma ilə şagirdlərin təqdimat proqramlarında texniki biliklərini artırmaq istəyir. Bunu yazanlar var idi. Niyə bunu yazmısınız? Yəni texniki biliklər belə deyim də, ola bilsin ki, biraz yanlış anlaşılıb sizin tərəfinizdən. Situasiyaya baxın. Burada deyir ki, dərsdə verilənlərin təqdimatı vizuallaşdırılmasıdır bizim mövzumuz. Düzdürmü? Düzdür. Və
Layihə hazırlayacaq uşaqlar. Nə edəcək? Layihə hazırlayacaq. Bu layihəni istəyirlərsə Excel-də, istəyirlərsə burada adı çəkilən proqramda, istəyir Canva, istər PowerPoint, istər slide proqramında yaradıb ə, qısa videoçarx da hazırlaya bilərlər. Yəni burada baxın, texniki bilikləri artırmaq deyil məqsəd əslində. Texniki bacarıqları artırmaqdır. Bilik nəzərə ötürülən informasiyadır. Qulaq asırsan, dinləyirsən, bilik əldə edirsən. Oxuyursan, anlayırsan, bilik əldə edirsən. Artıq sən onu işinə də tətbiq eləyəndə, öyrəndiyini icra etdikdə, həyata keçirdikdə bu bilikdən çıxır, olur sənin bacarığın. Bax, burada texniki bacarıqlar artırmaqdır məqsəd. Bilik artırmaq deyil müəllimlər. Ona görə bunu da silirik. Bəli, kurikulum belədir, söz oyunudur. Diqqətli bütün sözləri təhlil etmək tələb olunur. Müəllimin məqsədi dərsdə əyləncəli və rahat bir təqdimat atmosferi yaratmaqdır. Xeyr, məqsəd əyləncəli fəaliyyət yox. Məqsəd vizual alətlərdən istifadə bacarığını formalaşdırmaqdır. Müəllim bu tapşırıqla şagirdlərin hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyənləşdirmək istəyir. Baxın situasiyaya bir də. Deyir tapşırığın formasını siz seçin, siz seçin. Yəni görüm kim hansını seçəcək? Kim PowerPoint-da slayd yaratmağı seçəcək? Kim Canva ilə infografika hazırlamağı seçəcək? Kim diaqram qurmağı seçəcək? Kim təqdimat üçün video seçəcək? Yəni video seçənlər, aha, öyrənmə tərzi daha çox vizual imiş, diaqramdır, qrafikadır, slaydlardır. Yəni burada artıq müəyyən fərqli seçimlər biz verməklə müxtəlif xüsusiyyətlərini, daha çox necə, hansı proqramla, hansı formada işləməyi xoşlayırlar. Bax bunu üzə çıxarmış oluruq. Yəni burada daha yaxşı, hansı üsulla daha yaxşı, bax sırf öyrənmə tərzi demir ha, hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyənləşdirir müəllim. Üzə çıxarırmı? Çıxarır. Çünki məqsədlərdən biri də budur. Bunu doğru kimi götürdüm. Müəllim təqdimatı bir növ diaqnostik eləyirik də. Formasını şagirdlərin öhdəsinə buraxmaqla öz iş yükünü azaltmaq, onların müstəqil çalışma bacarığını inkişaf etdirmək istəyir. Bəli, müstəqil çalışma bacarığı inkişaf etdirilir. Amma burada məqsəd öz iş yükünü azaltmaq deyil axı. Niyə müəllimi yalandan suçlayaq, fəaliyyətini pisləyək? Xeyr, öz iş yükünü azaltmaq üçün bunu eləmir. Uşaqlara faydalı olduğu üçün bunu edir. Getdi bu situasiyamız. Keçək növbəti situasiyaya. Ən çox ajotaj yaradan, informatikləri bir-birinə qatan suallardan biri. Halbuki mənim qruplarıma, nə bilim, indi təkrara başlayan qruplar da var. Dərs izahında bir demişik, təkrarı keçmişik, taksonomiyanı təkrarlamışıq, bir demişik. Buna aid nə qədər situasiyalar işləmişik, nə qədər testlər işləmişik, bankın testləri, əlavə sınaq testləri, əlavə mövzu, o inteqrativ həftəlik testlər, daha nələr. Və mən əmin idim ki, mənim qrupum bir daha bu sualı heç vaxt qarışdırmaz. Düzdür, əksəriyyəti düz götürüb, amma yenə də səhv götürənlər də var idi və mən buna həqiqətən çox məyus oldum müəllimlər. Yəni üst-üstə qoysam bəlkə bir 20-30 dəfə sual-cavablar eləmişik. Nə qədər hər sual-cavabda xüsusən buna aid mən situasiyalar demişəm. Görüm yenə yadlarındadır. Müzakirə qruplarında nə qədər bununla bağlı sual atmısınız demişəm. Dəyişilib, yenilikdir, belə, elə. Gəlin baxaq. Aşağıdakı problemi proqramlaşdıraraq həll edin. Həll etmə. İki nöqtə arasındakı məsafəni hesablamaq üçün hesablama. Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. Baxın, proqram nə məqsədlə hazırlanılır? Hesablama məqsədi ilə. Və problem necə həll olunur? Elə həll etmək üsulu ilə. Nöqtələrin koordinatları 0, 0, D 8-dir. Proqram istifadəçidən D ədədi üçün giriş qəbul etməli və məsafəni onluq kəsir şəklində çıxışda göstərməlidir. Texniki tələblər. Məsələn, indi bu informatikaya aiddir, mənim ixtisasım deyil. Nəsə koordinat daxil edilməlidir. Nə bilim, Pifaqor teoreminə əsasən. Pifaqor teoremini yorğunluqdan danışa bilmirəm. Qara iri hərflərlə veriblər. Pifaqor teoreminə əsasən hesablanılmalıdır ki, yəni bunu gözümüzə soxublar da teoremə əsasən, düstura əsasən, düstur, teorem.
Nəticə print vasitəsilə onluq kəsr kimi çap olunmalıdır. Bulunma icra taksonomiyası hansı mərhələsində inkişaf etdirməyə xidmət edir? Baxın, burada 5 mərhələ var. Uşaq özündən təzə bir proqram kəşf eləmiş olsaydı, yeni bir proqram, yəni analoqu olmayan, heç yerdə olmayan, öz ixtirası, öz yeniliyi, innovasiyası olsaydı yaratmaq götürəcəkdi. Varmı yaratmaq? Yoxdur axı, yaratmaq hardan olsun? Bu teoremdən istifadə edir. O boyda Pifaqor bəs zəhmət çəkib, əziyyət çəkib, vaxtında bunu işləyib qoyub ki, gəlsin bu gün kimsə ondan istifadə eləsin, desin bu mənim yaradıcılığımdır. Və bu kişiyə nə haqsızlıq eləyirik? Adam Pifaqor teoremindən istifadə eləyəcək. Nə yaradıcılıq? Yaradan o vaxtı Pifaqor olubdur. Teoremi yaradıbdır. Yaratmağa çıxdıqmı? Çıxdıq. Tamam. Təhlil, tətbiq, anlamaq, dəyərləndirmək. Dəyərləndirmək nədir? Öz şəxsi münasibətini bildirirsən. Burada uşağın şəxsi münasibətini bildirəsi nəsə bir varmı ki? Yox. Buna da çıxaq, çıxaq. 3 dənə variant qaldı. Anlamaq, tətbiq etmək, təhlil etmək. Təhlil etməyi də gəlin çıxaq. Təhlil etməklə burada nəsə yoxdur. Təhlil etmək nəsə bir önə çıxarma. Misal üçün, hansı daha uyğundur, ən səmərəli həll yoludur, önə çıxarma. Yəni, var, yoxdur. Qaldı 2 dənə variant. Ya tətbiq etmək olacaq, ya anlamaq olacaq. Yenə də deyirəm, mənim öz qruplarım bilirlər. Güman edirdim ki, bilirlər, amma bilməyənlər də var imiş və bu məni həqiqətən də təəccübləndirdi. Deməli, qrupumla nə keçmişəm? Taksonomiyada demişik, danışmışıq, öyrənmişik ki, ötən il 2024-cü ilin elə bu vaxtlarında belə bir sınaq keçirildi. Sınaqdan sonra məlum oldu ki, aha, bu artıq dəyişildi. Sınaqdan sonra düşdü bu sertifikasiyaya, sertifikasiyadan sonra düşdü bu işə qəbulun bütün seanslarına. Artıq biz beynimizə yer etdik ki, düsturdan istifadə eləyib nəsə hesablamaq, düsturdan istifadə eləyib nəyisə həll eləmək, fərqi yoxdur, bu proqram yazmaq olsun, A-nı B-yə vurmaq olsun, nəsə sadə misal olsun, mürəkkəb bir misal olsun. Onun heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur. Yəni orada əgər düsturdan istifadə etmək qeyd olunubsa, verib də kor-kor, gör-gör Pifaqor teoremindən istifadə edib. Pifaqor teoremi ikinci dəfə də qara hərflərlə verib ki, məni gör, məni gör. Bu düsturdan istifadə eləmək varsa, müəllimlər, orada biz tətbiq etməyə götürə bilməyəcəyik. Niyə? Bir daha açıqlayıram. Öz qrupuma 101-ci dəfə mən qrupumda olmayanlar üçün ola bilsin ilk dəfə eşidirlər, halal xoşlar olsun. Deməli, əvvəllər bəli, bütün həll etmə, nə bilim, hesablamanı həmişə tətbiq götürürdülər. Ötən ildən bura artıq bir tədris ilidir ki, bu dəyişildi. Artıq deyirik ki, düsturdan istifadə eləyir. Sadəcə düsturda filan şey yerinə qoyur. Yenə də deyirəm, fərqi yoxdur bu proqramlaşdırmadır, yoxsa A-nı B-yə vurma. O da həll olunur, burada da həll edir. İkisində də həll var. Yazıbda o boyda həll eləyin. Problemi proqramlaşdırıb həll edin. Yəni fərqi yoxdur. Mürəkkəb bir tapşırıq olsun, nə bilim trigonometriya, o bu, yoxsa sadə bir tapşırıq olsun. Bunun heç bir önəm daşımır. Önəm daşıyan budur. Düsturdan həll eləyərək bu problemin öhdəsindən, düsturdan daha doğrusu istifadə eləyərək bu problemin öhdəsindən gəlirsə, artıq bu götürülür müəllimlər anlamaq mərhələsi. Və belə əsaslandırma gətiririk ki, tətbiq etmək odur ki, sən öyrəndiyini həyatda icra eləyirsən. Sən öyrəndiyini həyatda artıq tətbiq eləmiş olursan. Yəni, misal üçün, perimetri keçdim, uşaq getdi evdə otağın perimetrini hesabladı. Bu, tətbiq etməkdir. Perimetri keçdim. Uşaq keçdiyim düstura əsasən getdi otağın sahəsini hesabladı, perimetrini hesabladı. Bu anlamaqdır. Niyə? Çünki konkret olaraq düsturda verilənləri qoydu yerinə. Yəni, əgər düsturu necə həyata keçirilməsini uşaq anlayıbsa, başa düşübsə düsturu, o zaman düsturun yerində filan şey yerinə qoy, x-i, y-in yerinə qoy, nə bilim, A-nın yerinə 30 qoy. Yəni, bunları yerdəyişmə eləyib proseslə məşğul ola bilir. Anlayıb ki, bunu eləyə bilir. Tətbiq etmə o deməkdir ki, orada düstur sözü verilmir. Deyəcəksiniz ki, müəllimə, hə, perimetri hesablayır, nə fərqi var? Düstur oldu, olmadı, yenə də istifadə eləyəcək. Yox, yanılırsınız. Misal üçün, uşağa deyirəm ki, otağın perimetrini hesabla. Ola bilər ki, uşaq heç P bərabərdir 2A plus B düsturundan xəbərsizdir, özündən.
düsturu istifadə etmədən, fərqli yanaşaraq, nə bilim, hündürlüklə filan filan sahədən gəldi çıxdı ora. Yəni başqa bir üsulla bəlkə hesabladı, amma perimetri düz tapdı. Ola bilərmi? Ola bilər. Bəli. Bəlkə şəxsi bir yanaşması var, fərqli bir üsulu var. Yəni düsturdan istifadə etmək ifadəsi bizə verildikdə, hə, başa düşüb düsturu indi tətbiq eləyir. Bir şərtdə verilib. Pifaqor teoremi 2 dəfə verilib özdə. Qara hərflərlə verilib. Yox, düsturdan istifadə etmək sözü yoxdursa müəllimlər, onda nə çox yol öz şəxsi yanaşması ilə hesablayar, fərqli, heç kəsin bilmədiyi bir yolla o proqramı yazar, yenilik eləyər və s. Onu artıq sən tətbiq etmə götürə bilərsən ki, öyrənmişdi, gəldi həyatda da bir yol tapdı, bunu elədi. O zaman tətbiq götürərsən. Tamammı? Bilməyənlər öyrənmiş oldular, bilənlər artıq bir daha qulaqlarına sırğa eləsinlər ki, düstur verilirsə biz götürürük anlamaqda. Burada düstur olan yerdə bizim tətbiq etmə götürməyimiz nə deyim, olan şey deyil. Yəni bu boyda izahlardan sonra olan şey deyil. İndi mən informatikalar deyirlər ki, müəllimə, axı proqram qurmaq hər adamın işi deyil. Mən hətta müəllim var deyir, mən neçə il müəllimiyəm, heç mən özüm proqram qurmaqda çətinlik çəkirəm. Bunu idraç taksonomiyasının aşağı mərhələsinə, anlamaq mərhələsinə aid götürmək mənə məntiqi olaraq biraz çatmır. Orada bəli, hardasa sizlə razılaşıram, amma nəzərə alaq ki, bu kurikulum suallarını tərtib eləyən kurikulumu belə deyək də keçən müəllimdir. Misal üçün, mən kurikulum müəllimiyəm. Mən bir dənə ixtisasım var, texnologiya müəllimliyi və məktəbdə texnologiya fənnini tədris edirəm şagirdlərə. Axı mən informatikanın, coğrafiyanın, fizikanın içərisini bilmirəm. Məndən Nazirlik, misal üçün deyirəm ha, tələb edir ki, ver bizə 10 dənə kurikulum sualı. Mən də yazıram, verirəm. Mən nəyə əsasən yazıram? Bilirəm ki, Nazirlik deyir ki, düsturdan istifadə etməyi artıq anlamaq götürür. Mən də onu testdə, situasiyada nəzərə alıram. Axı mən informatikanın dərinliyini bilmirəm ki, orada proqramlaşdırma səndimə elə bir fəaliyyətdir ki, müəllimlər özü də bunu çətinliklə yerinə yetirir. Artıq o, belə deyim də, kurikulum müəlliminin həm bilmədiyi bir sahədir, həm də bilsə də axı kurikulumdan sual yazandan tələb olunur ki, düsturdan istifadə etməyi sən yenə də anlamaq götürür. Ən son yeniliklərdəndir. Yəni o bunu götürməlidir. Başa düşdünüz? Yəni ixtisasın çox belə mən həmişə öz qruplarıma da deyirəm, həddən artıq böyük bir fəlsəfə açanda onun içində get-gedə daha da dərinə enib və o bataqlıqda başlayırsınız batmağa. Həddən artıq böyük bir fəlsəfə açmayın. Konkret müəllim nə öyrədib? Müəllim öyrədib. Düstur gördünsə, düsturdan istifadə anlamaq götür, tətbiqi unut. Müəllim öyrədibmi? Öyrədib. Ay proqramlaşdırma çətindir, ay mürəkkəb fəaliyyətdir, ay heç müəllimlər özü də bunu yerinə yetirə bilmir. Anlamaq olmaz. Bu şey sənin fəlsəfə açmağındır. Və sən fəlsəfə açırsan, beynində özün özünü çaşdırırsan. Qayda nədir? Düsturdan istifadə etməyi anlama götür. Qurtardı getdi. İstər proqramlaşdırma olsun, istər nə bilim orada nə fəaliyyət olursa olsun. Kurikulumun qaydası budursa, qaydaya uyuşub bunu götürəcəksən. Keçək növbəti suala. Aşağıdakı fikirlərdən hansı... Oy, getdi sual. Bir dəqiqə. Gözdəydi bizə. Hə, aşağıdakı fikirlərdən hansı yanlışdır? Baxaq, hazırda 53-cü suala baxırıq. Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləməyə, vaxtında dəstək göstərməyə yönəlib düzdür. Qrupların bilir ki, i hərfi izləmək, inkişaf, istiqamətləndirmək formativ aiddir. Gəlin düzlərin üstünə xətt çəkək, çünki bizdən yanlış fikir istənilir. Refleksiya şagirdin öz öyrənmə prosesini təhlil etməsi və məsuliyyəti müəllimlə bölüşməsi üçün əsas vasitədir. Bir dənə də oxuyum mənə çatsın. Deyir, refleksiya şagirdin öz öyrənmə prosesini, hə, öz öyrənməsini təhlil etməsi, bəli, özünü qiymətləndirməsi daxı. Məsuliyyəti müəllimlə bölüşməsi üçün əsas, müəllimlə bölüşmə bilirsiniz nədir burada? Bu da düz fikirdir. O plusunu qoyaq. Refleksiya adətin dərsin sonunda həyata keçirilir. Misal üçün, çıxış biletlərini verirəm, sonra yığıram, sonra baxıram, buna bax, bu filan şey bilib, filan şey bilməyibdi. Yəni, bir nəzər yetirirəm, artıq o informasiyanı refleksiya nəticəsində əldə etmiş olurum. Bu cür formativ qiymətləndirəm. Bölüşmə dedikdə bu nəzərdə tutulur. Lap bunu nəzərdə tutmasaq belə, misal üçün, refleksiya üsullarından şagird jurnalı var. Orada qeydlərini vaxtaşır müəllimlə bölüşə bilirlər. Sual-cavab, sorğu refleksiya üsullarından biridir. Cavab verir, bildiyini, bilmədiyini müəllimlə bölüşür. Yəni, yanlışlıq yoxdur ki burada. Əməkdaşlıq əsaslı tapşırıqlar
Şagirdlərdə həm akademik, həm də sosial bacarıqların inkişafına kömək eləyir. Bəli, bir yerdə axtarıb, araşdırıb həm öyrənirlər, öyrəndiklərini akademik biliklər deyirik. Həm də birlikdə, bircə öyrənmə formalaşır. Buna da sosial bacarıqlar deyilir. Ünsiyyət, əməkdaşlıq və s. yumşaq bacarıqlar. Fasilitasiya bacarığı müəllimin şagirdlərə öz fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaratmasını nəzərdə tutur. Bəli, fasilitasiya bir addım, bir köynək müəllimin uzaqda durmasıdır. Ki, uşaq müstəqil işləsin, mən sadəcə yol göstərim, ehtiyac yarandığı təqdirdə istiqamət verim, əks əlaqə qurum. Əsas burada özü sərbəst, müstəqil bir şəkildə fəaliyyətlə məşğul olsun. Müəllimlər, yanlış olan fikir burada C-dir. Məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv nəticə verir. Ümumiyyətlə, adətən yalnız ifadəsi %95% səhv variantı olur. Yəni, yalnız dərsin sonunda niyə? Öyrənmə fəaliyyətini biz dərsin əvvəlində də, dərs izahından dərhal sonra da, motivasiya mərhələsində də hər hansısa bir fəaliyyət təşkil eləyərik, həm cəlb eləyərik, həm öyrənmiş olarlar. Yəni, bu mümkündür. Ancaq dərsin sonunda olmur fəaliyyətlər. Dərsin sonunda adətən refleksiyanı, özünü qiymətləndirməni, ümumiləşdirməni həyata keçiririk. Növbəti sual 54. Alqoritmlər və ardıcıllıqlar mövzusunu keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıq üzərində çalışırlar. Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu, irəliləyə bilmədiyini görürsüz. Onlar sakit oturublar, nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyirlər. Siz istəyirsiniz ki, bu qrupa cavabı birbaşa demədən, onların özlərini düşündürərək problemi həll etmələrinə yardım edəsiniz. Verilənlərdən bu qrupun öyrənməsini asanlaşdırmaq üçün təklif edilən ən effektiv yanaşma hansıdır? Deməli, situasiya nədir? Qrupla iş gedir, mövzu ortada da alqoritmlər, ardıcıllıqlar. Bütün qruplar işləyir, qruplardan biri durub baxır. Sakitcə oturublar, işləmirlər, bilmirlər nə eləsinlər. Müəllim də istəyir ki, onlara elə bir kömək eləsin ki, hazır bilik verməsin, amma bir təkan versin də onlara. Gəlin baxaq, ən effektiv yanaşma hansıdır? Onlara təlimatı yenidən diqqətlə oxumalarını tapşırırsınız və diqqətinizi başqa qrupa yönəldirsiniz. Bu, onların müstəqil işləmə bacarığını artırar, dərs planına uyğun irəliləmələrinə şərait yaradar. Ola bilsin ki, təlimat dedikdə nə nəzərdə tutulur? O birinci bunu deyim, tapşırığın şərti, nəyi etməlidirlər? Ola bilsin ki, təlimatı bəli, aydın şəkildə başa düşmürlər. Onda uşaqlar bir daha oxuyun təlimatı. Bunu deməyin nə faydası var ki, təlimatı uşağa başa salmaq, təzədən aydın izah etmək vacibdir. Burada uşağın öz öhdəsinə buraxır, heç bir köməklik göstərmir deyə bu getdi. Onlara məsələnin ilk bir neçə addımını izah edirsiniz ki, başlaya bilsinlər, geridə qalmasınlar. Hazır izah vermək fasilitatorluqdan kənar, qeyri-effektiv bir fəaliyyətdir. Şagirdlərə yönləndirici. Baxın, burada hazır izah verirdi, amma burada yönləndirir, hazıra nazir vermir. Yönləndirici suallar verirsiniz. Cavablarını diqqətlə dinləyir. Ehtiyac varsa da kömək göstərirsiniz. Ehtiyac varsa kömək göstərirsiniz. Demir uşağın yerinə otur, sən bir neçə addımı özün həll elə. Hazır şəkildə. Yox. Burada bəli, fasilitatorluq düzgün həyata keçirilib. Mən bunu doğru götürürəm, amma digərlərini oxuyaq. Başqa bir qrupdan güclü bir şagirdi göndərirsiniz ki, onlara tez kömək edib tapşırığı yerinə yetirmələrinə kömək eləsin. Bu ümumiyyətlə ən belə məntiqsiz bir cavabdır. Yəni, hər qrup öz işinin öhdəliyini, məsuliyyətini daşımalıdır. Niyə başqa qrupun uşağı gəlib bunların tapşırığını tez bazar yerinə yetirsin? Yəni, qaçdı qovdu oynayırıq burada. Nə tələsirik ki? Bütün sinifin fəaliyyətini dayandırırsınız və mövzunu hamıya yenidən izah edirsiniz ki, heç kim geridə qalmasın. Baxın, bütün qruplar işləyirlər də, yazıqlar. Bu bir dənə dayanan qrupa görə mən bütün qrupun işinə niyə mane olum? Onları saxlayım, vaxt itkisinə səbəb olsun. Çünki bu da məntiqsiz bir cavabdır. Ondan sonra C variantındakı kimi o dayanan qrupa gedib köməkliyimi göstərirəm, fasilitatorluq, scaffolding eləyirəm, yönəldirəm, təkan verirəm, itələyirəm, gedirlər özləri. 55-ci sual. 55-ci sual. Müəllim şagirdə sualla müraciət edir. Qrup işini təqdim eləyərkən komanda üzvlərindən biri çox az danışır. Öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq bu vəziyyətə necə yanaşarsan? Deyir, qrupundakılardan biri az danışır, fikrini deməkdə də çətinliyi var.
Şagirdin hansı cavabı onun güclü ünsiyyət dəstəkləyici yanaşmaya sahib olduğunu göstərir. Yəni cavablardan birini oxuyanda görürük bu uşağın ünsiyyəti də yaxşıdır, dəstəkləməsi də yaxşıdır. Onun yerinə mən danışar, vaxt keçisinə yol verməzdim. Burada dəstək yoxdur. Ona təqdimatdan əvvəl hazır cavablar verərdim ki, əzbərləsin. Əzbərləmək də yenə də öyrənməni dəstəkləmir. Təqdimatı onun yerinə digər aktiv komanda üzvünə tapşırardım. O uşaq görsüz qaldı fəaliyyətdən kənarda, vəzifəsi başqasına yükləndi. Olmaz. Ona sadəcə dinləyici kimi qalmağı təklif edərdim ki, özünü narahat hiss eləməsin. Pasiv mövqedə olması uşağın yol verilməzdir. Lider belə etməməlidir. Lider əksinə əməkdaşlıq etməyəni də motivasiyalandırıb, ruhlandırıb cəlb etməlidir. Bu da getdi. Ən belə ağıllı, qəşəng, səliqəli cavab C variantındadır. Şagird ona söz haqqı verər. Fikrini rahat ifadə etməsi üçün motivasiya edici, anlayışlı davranardım deyir. Baxın, söz haqqı verərəm və rahat ifadə eləməsi üçün ki, bu zaten dəstəkləyici mühitdir, rahat ifadə etmə şəraiti yaratmaq. Motivasiya edici, anlayışlı davranardım ona ki, dəstəkləyir həqiqətən də ünsiyyəti. Asan bir sual idi məncə. Bunu səhv yazan məncə olmaz. Siz 6-cı sinif olaraq, informatiklərin belə deyim də ən çox beyinlərini qarışdıran, ən çox mənə demək olar ki, bəlkə bir 100 nəfərdən çox adam bu sualı atıb. Telefonum qaryasında ancaq bu sualdır. Ən çox belə ajotaj yaradan suallardan biri budur. Siz 6-cı sinif olaraq bir əslində bundan əvvəl mən fizikanı, ondan sonra coğrafiya suallarını izah eləmişəm. Əsas fizikadan başlayıb, yəni daha ətraflı orada izah eləmişəm. İndi bir daha informatiklər üçün burada da izah eləyəcəm. Bu belə deyim də 2025-ci il üçün, bu sınaq keçiriləndən sonra baş verən fənüstü inteqrasiya ilə bağlı bir yenilikdir. Belə qəbul eləyək ki, bu yenilik də əvvəlki 3 ilə nəzər yetirsək, bu ənənə davam eləyir. Sertifikasiyaya mütləq düşəcək, işə qəbulunda bütün seanslarına düşəcək. Keçən il bunu anlamaq, tətbiq məsələsində elədilər. 2023-də bunu əsaslandırmaq feilində elədilər. Birinci verdilər sınaqda ki, aha, dəyişmiş ya, bunu dəyişmiş. Elə bir ki, bir növ özlərini necə deyirlər ona, nə deyirlər? Sığortaladılar ki, sabah müəllimlər imtahandan sonra ayağa qalxanda desinlər ki, sınaqda vermişdik də. Hə, bu bir növ, yəni sığortasıdır ki, onların dəyişmişik də. Bu artıq belə götürülür. Yəni, bir vəsait çıxarmaq əvəzinə, müəllimləri bir məlumatlandırmaq, bir təlim keçmək, dərs vermək, nə bilim, bir nəsə məsələ, misal nümunəsi vermək əvəzinə yol budur da. Sınağın içinə salırıq, görəcəklər ki, bunu bu cür götürürük, bilsinlər. Bu da belə bir seçimdir. Baxın, söhbət nədən gedir? Deməli, əvvəllər fənüstü inteqrasiyanı həyatla əlaqələndirmə, həyatdan nümunələr gətirmə kimi götürürdüksə də, indi görürük ki, belə götürmürlər. Sadəcə, yalnız və yalnız uşaq həqiqətən həyatda tətbiq edərsə, bir də deyirəm, uşaq yalnız və yalnız həyatda bunu tətbiq, yəni icra edərsə, o zaman fənüstü inteqrasiya götürülür. De baxaq. Siz 6-cı sinif çox müəllim nə götürüb burada? Fənn üstü fənlər arası cavabını götürübdür. Ki yanılmayıblar da. Həmişə belə götürülüb də. Hər il axırıncı imtahanda da bu cür götürülüb. Gəlib qəfil 2025-də imtahana yarım ay qalmış, 18-i sertifikasiyadır. Qəfil belə qərar veriblər ki, neyniyək, gəlin belə bir dəyişiklik eləyək. Siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmisiniz. Onu da deyim ki, bəzi təlimçilər izah eləyiblər. O deyib, burada cavab səhv götürülüb, bu deyib, burada. Birinci mən də o biri ixtisasların suallarına baxmamış. Yəni, bir müəllim bir sualı atdı, dedim, sən düz götürmüsən fənn arası, fənn üstü. Sonra gördüm ki, yox, nə düz, coğrafiyada, biologiyada, kimyada, fizikada da bu belə götürülüb. Yəni, səhv götürülsə, bütün seansların hamısında götürülməz də. Bir dənəsində ola bilər texniki bir səhv. Hamısında belə götürülürsə, deməli, bu qısa müddətdə qərara alınan, ictimaiyyətə məlumat verilməsinə ehtiyac belə duyulmayan bir innovativlikdir. Yəni, hər il nəsə bir qəmbərqulu çıxırsa, bu ilin də qəmbərqulusu budur. Artıq dediyim kimi, fənn üstü inteqrasiyanı necə götürürük?
həyatda həqiqətən real olaraq icra edirsə. Baxın, siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmisiniz. Tədbir üçün sizə 150 manat büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 manatdan çox olmasın. Məlum məsələdir. İnformatikadır, informatikanın situasiyasıdır. Hesabla, poz, yaz, vur, çıx, xərc, tab, riyaziyyat. İnformatika, riyaziyyat əlaqəsi varsa, fən daxili, üzr istəyirəm, fənlər arası var. Fənlər arası olmayanı çıxdım, bunu çıxdım, bunu çıxdım, 3 variant qaldı. Fəndaxilidəki şaquli aşağı siniflərlə əlaqələndirmədə burada yoxdur. Üfüqi də məzmun xəttləri arasında əlaqədə bu ümumiyyətlə yoxdur. Gəlin fəndaxilini də çıxaq. Yerdə qaldı 2 variant. Fənlər arası, fənn üstü, yalnız fənlər arası. Çünki əksəriyyət fənlər arası fənn üstünü götürmüşdü. Çünki hər il belə düşübdü. Keçən il axırıncı işə qəbul imtahanında da belə düşübdü. Ki sadəcə nümunəli fənn üstü. Amma indi qərar verdilər birdən-birə, yatdıq birdən-birə yuxu gördük ki, yox, sən demə fənn üstü mütləq icra edilərkən götürülə bilərmiş ki, illərdir gəlib-gəlib səhv gedib, indi dəyişilib. Yəni burada baxın, söhbət nədən gedir? Sadəcə fərz eləyirlər. Uşaqlar, siz fərz eləyin. Siz zehninizdə canlandırın, gözünüzün önünə gətirin ki, elə bil ki, bir tədbiri həyata keçirirsiniz. Elə bil ki. Yəni burada bu proses uşaqların beyninin içində, idrakında, zehnində gedir. Ona görə yəni tətbiq etmə fəaliyyəti burada yoxdur. Əgər mən uşağa tapşırığı belə versəydim ki, uşaqlar gəlin həftənin filan günü nə ilə bağlı deyək, 1 iyunla bağlı tədbir keçiriləcək və bu tədbiri mən sizə tapşırıram. Tədbirdə artıq gedin hesablayın, gəlir nə qədərdir, xərc nə qədərdir. Mən tədbiri sizdən filan gün təhvil götürəcəm. Əgər belə verilsəydi situasiya, onda problem deyil. Fənn üstünü götürərdik. Niyə? Uşaq həqiqətən də tədbiri keçirmiş olacaqdı. Real həyatda həqiqətən də tədbir təşkil edilmiş olacaqdı. Amma burada tədbir təşkil etmirlər. Real həyatda tədbir keçirmirlər. Sadəcə fərz eləyirlər. Canlandırırlar. Sadəcə düşünürlər ki, fərz eləyək ki, belə bir tədbir verilib bizə. Fərz eləyək. Və o fərz etməyin, o vizual olaraq o təsəvvürlərində canlandırmağın nəticəsində başlayırlar büdcəni planlaşdırmağa. Yaxşımı? Yəni real bir tədbir yoxdur ortada. Fərziyyə var. Ona görə real bir tədbir təşkil etmədikləri üçün artıq fənn üstünü biz unuduruq. Niyə unuduruq? Yeni qayda 2025. Fənn üstü inteqrasiya necə götürülürmüş? Həqiqətən də həyatda tətbiq edilərsə. Deməli, yalnız burada cavab fənlər arası olur. Bütün ixtisaslarda hamısını da belə götürüblər. Və mənim o biri video izahlarda demişəm, burada bir daha deyirəm. Bu kanalda hamıya açıq qoyuram videonu. O biri ixtisasların da mütləq daxil olun. Bu nazirliyin rəsmi suallarının mənim təqdimatımda tək-bətək, dənə-bədənə izahlarına qulaq asın ki, sizin üçün mütləq faydası olacaq. Çünki buradakı o bizə verilən, belə deyim də mən mayak olur, belə işıq saçır ki, mən buradayam. Bax bizə verilən bu mən buradayam ipucları gəlib imtahanda mütləq sizə düşəcək. Gəlin davam edək. 57-ci suala baxırıq. Siz 8-ci sinifdə dərs deyirsiniz. Son vaxtlar müşahidə edirsiniz ki, bəzi şagirdlər tapşırıqlardan qaçır, özlərini bunu bacarmaram, mənim üçün çətindir kimi ifadələrlə məhdudlaşdırırlar. Qapalı düşüncədədirlər. Siz bu vəziyyəti dəyişmək üçün şagirdlərin özünə inamını, daxili motivasiyasını artırmaq istəyirsiniz. Aşağıdakı strategiyaların hansının tətbiqi bu dərslər məqsədə uyğundur? Baxın, sertifikasiyaçı müəllimlər. Durmadan yazırsınız. Axı filan kəs deyir ki, sertifikasiyaya nəzəriyyə düşmür. Yəni, filan kəs belə deyir, bəhmən kəs belə deyir. Bunları qoyun bir kənara. Çor-çor gör-gör. Bax, sınaqda Karol Dweck'in düşüncə nəzəriyyəsi. Görürsünüz ki, salıblar. İmtahana da bu cür salırlar. Nə olsun ki, indi burada yetim Karol Dweck'in adı çəkilməyib, nəzəriyyəsinin də adı çəkilməyib. Fakt onunla bağlı situasiyadır da. Gəlin baxaq. Şagirdlərə motivasiya verici videolar izləməyi tapşırmaq lazımdır. Bu onların ruh yüksəliyini təmin edə bilər. Yəni, motivasiya videosunu izləmək hər adamı motivasiyalandırmır. Hər adamı açıq düşüncə tərzinə salmır. Adam var ki, xarici stimul yox, daxili stimul onu daha çox. Özünü motivasiyalandırması onun üçün önəmlidir. Bu
öz öhdələrinə buraxılıb deyə, müəllimin xüsusi bir dəstəyi köməyi olmadı deyə götürmədim. Şagirdlərə uğur qazandıqları və ya yaxşı işlədikləri halları xatırlatmaq, onları bu cür hallar üzərində düşünməyə, özlərini güclü hiss etdikləri anlarla əlaqələndirməyə yönəltmək. Baxın, uğurlarını bir daha xatırladıram. Yaxşı tərəflərini, misal üçün, sən artıq isimlə sifəti fərqləndirməyə bacarırsan. Yəni bu inkişafı uşaqlara bir daha xatırlatdığımda, vurğuladığımda onlarda artıq bir özgüvən, özünə inam ki, mən həqiqətən bunu bacarmışam da, mən nə imişəm? Bax belə bir ruh yüksəkliyi yaranır və daha çoxunu etməyə çalışırlar. Bu Carol Dweck'in düşüncə tərzi nəzəriyyəsində də var. Düzgün tərifləmə gedir adı vəsaitinizdə. Düzgün tərifləmə. Uğurların, o rəy bildirərkən deyirik ki, niyə deyirik rəy bildirərkən müsbətdən başla? Edə bildiyini də, sonra edə bilmədiyini deyib yol göstər. Konstruktiv rəy, effektiv rəy hesab olunur bu. Ruhlandırsın deyə, ruhdan salmasın. Bax bu bizə lazım olan cavabdır. Amma tələsməyək ki, tələsdik artıq işarə elədik. Keçək digər variantlara da. Ən yaxşı nəticə göstərən şagirdlərin adlarını hər dərs elan etmək, digər şagirdlərin onları nümunə götürmələrini təşviq etmək. Baxın, belə belə bir ortam nə ilə nəticələnər? O müqayisə aparmaqdır, uşaqları bir-birinə nümunə gətirməkdir. Bu ümumiyyətlə doğru addım deyil müəllimlər və digər uşaqlarda, nəticəsi zəif olan uşaqlarda o biri uşaqlara qarşı bir qıcıq, daxili kin, bir nifrət oyadacaq və o daxili kin böyüyüb, şişib münasibətlərin mənfiyə doğru getməsinə, konfliktə, hətta gətirib onlara qarşı bullinqə də çıxara bilər. Ona görə heç vaxt nümunə gətirməyin. Filankəsə bax gözünə su ver, filankəs yaxşı işlədi, sən qaldın. Olmaz. Dərs zamanı daha çox frontal suallarla iş aparmaq və cavab verən şagirdlərə tərifləməklə öyrənməni təşviq etmək. Frontal sual nə deməkdir müəllimlər? Bilirikmi? Bu mən həmişə öz qruplarıma deyirəm ki, kurikulum suallarını işləmək üçün sizin söz bazanız zəngin olmalıdır, lüğət ehtiyatınız zəngin olmalıdır. Çoxlu kitablar, ədəbiyyat, əsərlər oxumalısınız. Lap o əsər mənasız olsa belə oxumalısınız. Düzün imtahana az vaxt qalıb. Yəni bu tək imtahan üçün yox da, ümumən insanın diksiyasının, nitqinin zəngin olması və hər informasiyanı başa düşməsi, istər yazılı, istər şifahi informasiya, yəni savadlılıq kompetensiyasının inkişafına gətirib çıxarır. Və siz frontal sözünün mənasını bilməsəz, nə biləcəksiniz ki, burada nə deyilir? Nə deməkdir frontal? Frontal sual nə deməkdir? Bilirik mənasını. Frontal suallar, bax bu situasiyada, qoy özüm izah eləyim. Yəqin ki, düşünmə vaxtı kifayət elədi. Frontal suallar bu situasiyada o anlamda istifadə olunub ki, uşaqlara tək-tək ünvanlayıram sualları. Fərdi şəkildə ünvanlayıram və cavab verənləri də başlayıram tərifləməyə. Görürük ki, bu o qədər də önəmli, önəm daşıyan, o qədər də effektiv fəaliyyət deyil. Çünki bu yuxarıdakı situasiyada bizə uşaqları qapalıdan açıq düşüncə tərzinə gətirmək lazımdır, motivasiyalandırmaq lazımdır. Burada isə sadəcə cavab verən şagirdləri tərifləmək. Bəs o biri şagirdləri mən nə edim, necə motivasiya edim? Yəni görürsüz arada bir fərq yaranır. Bu getdi. Valideynlərə şagirdin zəif sahələrini vurğulayan hesabat göndərmək və onlardan əlavə nəzarət tələb eləmək. Bu valideynləri də şagirdlərimiz zaten uzaqlaşır. Üstəlik hələ bonus olaraq valideynlərin də əməkdaşlıqdan yavaş-yavaş soyuması, qaçması və bir də baxırıq ki, gözümüzü açırıq ki, yoxa çıxıb valideynlər yoxdular. Niyə? Çünki biz ancaq şikayət, ancaq zəif tərəflər, narazılıqlar, bezdirdik yazıq valideyni. Bu da getdi. Ən uyğun cavab B variantıdır. Növbəti sual. Təsəvvür edin ki, məktəbiniz üçün yeni kompüter laboratoriyası qurmaq planlaşdırılır. Bir dəqiqə.
Belə tam görünsün. Sizdən tələb olunur ki, lazımi avadanlıqları müəyyən edin. Kompüterdir, printerdir, masadır, stuldur və s. Onların qiymətlərini araşdırın. Məktəbin ayrılmış büdcəsinə uyğun alqı-satqı planı hazırlayın. Müəllimlər, baxın, artıq bayaqkı situasiyada dedim ki, uşaqlar tədbiri keçirmirlər, fərz eləyirlər. Amma burada artıq uşaqlar özləri onların qiymətlərini araşdırırlar. Məktəbə ayrılmış büdcə var ki, ona uyğun alqı-satqını planlayırlar. Yəni burada artıq bəli, iş icra olunur. Yəni, real olaraq uşaq gedib girir bir kompüter dükanına, soruşur printer neçədir, kompüter neçədir. Sadəcə fərz edib fərziyyəsində, beynində işləmir. Hərəkətində də bu özünü göstərir. Yəni sadəcə zehni idraki prosesi yox, burada uşağın psixomotor fəaliyyəti, yeriyib kompüter dükanına getməsi, əlinə bir ruçka vərəq alıb, hə, bunun qiyməti budur, bunun qiyməti budur, satıcı ilə ünsiyyətə girməsi var. Təkcə sinif daxilində getmir bu proses. Görürsüz, həyatda, real həyatda artıq nəsə icra eləyirlər. Və burada siz artıq fənn üstü inteqrasiyanı götürsəz, düzgün çıxacaqdır. Amma burada bizdən inteqrasiya istənilmir ki. Buradan bizdən idrak taksonomiyası istənilir. Adı üstündə icra eləyirlər, gedirlər dükana, soruşurlar qiymətləri və bir alqı-satqı planı hazırlayırlar. Alqı-satqı planını öz məhsullarına uyğun hazırlayırlar. Deməli, həyatda icra edib tətbiq eləmiş olar. Yox, burada yazılsaydı ki, kitabdakı verilənlərə əsasən, nə bilim, kitabdakı e, düstura əsasən, tutaq ki də, bu büdcəni siz hesablayın, onda siz bunu anlamaq götürəcəksiniz. Amma burada nəsə bir düstur, nəsə bir xüsusi olaraq istifadə etmə yoxdur. Burada özü gedir, real girir kompüter dükanlarına, satıcı ilə ünsiyyət qurur, yazır, pozur, planı qurur, hesablayır. Nə də yaradıcı bir fəaliyyət yoxdur. Nəsə bir yenilik yoxdur ki, bunu siz yaratmaq götürəsiz. Dəyərləndirmək zaten əlaqəsiz, şəxsi mövqeyini bildirəcəyi nə var burada? Təhlildəki bir önə çıxarma tələb edir. Önə çıxarılası nə var burada? Demir axı, ən uyğun printer hansıdır, ən uyğun kompüter hansıdır. Bunu desəydi təhlil etmiş olacaqdılar. Davam 59. Yəni biraz aşağı verək, hamısı görünsün. Aha, belə əladır. Bir şagird dərs zamanı gözlənilmədən ağlayır. Siz ona yaxınlaşanda bildirir ki, evdə ailəvi problemlər yaşayır və bu onun dərslərə diqqətini yayındırır. Müəllim olaraq siz necə davranmalısınız? Yəni, belə durumlar çox olur. Müəllim olaraq biz heç variantlara elə keçməmişəm, bir öz fikirlərimi deyim. Biz uşaqlarla elə bir münasibət saxlamalıyıq ki, səmimi ortam olsun. Yəni uşaq əgər hər hansısa bir sirrini, şəxsi məsələsini bizə söyləyə bilirsə rahatlıqla, nə xoş bizə. Yəni deməli, ə, biz bu sağlam dəstəkləyici mühiti formalaşdırmağı bacarmışıq. Burada da belə bir ortam yaratmaq lazımdır ki, qorxmasın, çəkinməsin, müəllimi özünə dost hesab eləyə bilsin uşaq. Hamının problemi olur. Sən də dərsə fokuslanmağa çalış. Bura məktəbdir, emosiyalarını evdə saxla. Niyə mühakimə edirsən? Niyə deyirsən emosiyalarını evdə saxla? Yəni, o uşaq bir daha sənə heç bir vaxt, heç bir gələcəkdə baş verən bullying mi olsun, nəsə olsun, bir də sənə ürəyini açıb danışmaz. Çünki gör ki, sən onu dinləmədin. Müəllim deyir, əgər bu qədər təsirlənirsənsə, daha yaxşı olar ki, evdə qalasan. Bu ümumiyyətlə uşağı yıxıb sürüyüb. Bəlkə bir döyəsən də. Yəni, o demək ki, kimin ailəvi problemi varsa getsin evdə qalsın, dərsə gəlməsin. Bu da getdi. Başqa şagirdlərə nümunə olması üçün ona dərsə davam etməyi tapşırın. Dərsə davam et deməklə dərsə davam et. Bu problem həll olunacaqmı? Xeyr, yenə də diqqəti yayınacaq da. Çünki mən dinləmədim axı. Deyirəm dərsə davam elə. Onu dərsdən çıxardın, evə göndərmək üçün valideynlərini çağırın. Xeyr ola, neynib ki bu yazıq uşaq? Neynədir ki? O niyə evə göndərir ki? Burada ən uyğun cavab C variantıdır. Şagirdə emosiyalarını ifadə etməsinə imkan vermək, ehtiyac varsa məktəb psixoloquna yönləndirmək məqsədə uyğundur. Görürsüz, o birilərə baxanda necə ağıllı, necə ə, elit, elit bir cavabdır. O birilərdə yıxır, sürüyür, evdə qal. İt kimi qapır uşağı. Çıx get evə, valideyni çağırıram. Davam elə dərsinə. Problemin var, ged evdə qal. Bura məktəbdir, özünə saxla.
Yəni görürsən, o birilərin cavabı ilə C variantının cavabı o elit səviyyəyə görə çox fərqlənir. Yəni məncə bunu səhv eləyən olmaz. 60-cı sonuncu sual. Sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə məktəbdə də davam edir və bu digər şagirdlərə də mənfi təsir göstərməyə başlayır. Sosial mediada, misal üçün Instagramda, TikTokda, nə bilim, WhatsAppda sözləri çəp gəlib indi məktəbdə də bunu canlı-canlı davam etdirirlər. Valideynlər bu vəziyyətdən narahatdır, məsələni məktəb rəhbərliyinə çatdırıblar valideynlər. Müəllim olaraq bu problemin həllinə necə yanaşmaq daha məqsədə uyğundur? Mübahisə edən şagirdləri cəzalandırmaq üçün, bu gün yaxınlaşdırsam hamısı oxunur belə. Hə, əla. Mübahisə edən şagirdləri cəzalandırmaq üçün onların valideynlərinə rəsmi xəbərdarlıq məktubu göndərmək. Bir dəqiqə stop eləyək. Hələ bilmirik nə nədir, nə baş verib, nə bilim, kim haqlı, kim haqsız. Ümumiyyətlə, haqlı-haqsız mövqesini tamam kənara qoyaq. Elə bir bunu heç demədim, bunu unudun. Ümumiyyətlə, şagirdlərə bu konflikti həll etmək üçün biz dəstək olmalıyıq, kömək olmalıyıq. Müxtəlif belə deyək də, bununla bağlı fəaliyyətlərimiz var ki, həyata keçirməliyik, fərdi söhbət eləməliyik. Həmən cəzalandırmaq, yəni bu çıxış yolu deyil axı. Sosial media fəaliyyətinə məktəbin nəzarət edə bilmədiyini əsas gətirərək məsələyə müdaxilə etmirik. Biz müdaxilə etməsək, Allah eləməsin, gündə bir hadisə baş verir. Görürsüz, biri onu bıçaqlayır, biri nə bilim onu döyüb öldürür. Yəni bunlar hamısı elə müdaxilə etməməkdən doğan səbəblərdir də. O başını götürsün, desin, əşi, dinc başım, nə bilim, dinc qulağım, qarışmayım. Bu qarışmasın, məsələ böyüyür, böyüyür, böyüyür və belə mənfi, pis nəticələrə gətirib çıxarır. Niyə müdaxilə etməməliyik? Əlbəttə, bu müdaxilə ediləcək bir məsələdir. Artıq bu halı alıb. Mübahisənin daha da böyüməməsi üçün digər şagirdlərə bu barədə danışmamağı, məsələni gizli saxlamaq. Heç belə pis çıxmasın, gizli şeyləri gizli qalmır. Uşağın şəxsi məsələsidir. Nə bilim, bu gün dərsə hazır gəlməməsidir. WhatsApp qruplarında hamı ilə bir müzakirə olunur, bütün valideynlər eşidir. Gizli saxlanılası şey, konfidensiallıq qorunurmur orada. Bu boyda həngamə durub gizli saxlayaq. Bu da görür ki, lazımsız konfidensiallıqdır. Hətta uşaqlara deyirəm ki, sakit olun, bu barədə heç yerdə danışmayın. Yəni, zaten uşaqlar bilir də deməli məsələni. Niyə gizli saxlayaq? Sosial mediada yazışmaları, yəni bu D variantı bir susqun mövqe almağımızda olmamalıdır. Yuxarıda dediyim kimi məsələ böyüyə bilər. Sosial mediada yazışmaları sübut kimi toplayıb şagirdlərin ailələrini günahlandırıb məsuliyyəti onların üzərinə qoymaq. Ailə nə etsin ki? Ailə nə bilir bunlar gəlib məktəbdə dalaşır, nə edir? Yəni burada ailədən öncə məktəbdə baş verir bu baş verənlər. Məktəbdə bunlar artıq qarşı durma yaşayır. Məktəb pedaqoji heyətinin bura qarışması daha ön plandadır. Biz öhdəsindən gəlməsək, sonra valideynlərə bildiririk. Burada ən uyğun, ən ağıllı, ən elit cavab hər iki şagirdlə fərdi, ümumiyyətlə hər bir şeydə qruplar yəqin ki, bunu əzbərləyiblər. O qədər belə test işlətmişəm ki, hər bir şeydə birinci insanıq, insan balasıyıq, dil verib Allah bizə, danışıq verib, nitq verib. Və birinci fərdi danışmaq lazımdır, təkbətək. Görsək ki, bu bir nəticə vermir, ondan sonra o biri fəaliyyətlər, ay valideynə zəng, ay psixoloq, ay nə bilim direktor, belə elə. Sonra bircə görüşlər keçirib onların baxışlarını dinləyib, qarşılıqlı anlayış və empatiya qurmaq üçün onlara dəstək vermək. Görürsüz, o birilər hara? C variantı hara? Elə bil o birilər elit formada olmayan, C variantı daha səliqəli, daha nəzakətli. Uzaqdan deyir ki, mən buradayam. Baxırsan ki, oturuşu ilə, duruşu ilə fərqlənən bir cavabdır. Yaxşı. Belə müəllimlər, ümid edirəm ki, yormadım sizi. Ümid edirəm nəsə bir şey öyrəndiniz, nəsə əldə elədiniz. Faydalı oldu sizə. Faydalı oldusa bəyənin, kanalıma da dəstək olun. Açıq qoyuram bu videoları, paylaşın hamı ilə, hamı eşitsin ki, artıq fənn üstü inteqrasiya necə götürülür, hamının xəbəri olsun, gedib imtahanda bu sualı itirməsinlər. Sağ olun, kanaldakı girin digər Nazirliyin o biri ixtisaslar üzrəki suallarına da baxın.